Amma Facebookda sənə qarşı elə biraz neqativ var. Çoxdan var, bilirsən, mən sözüm də bilməm nə ilə əlaqəlidir. Baxın, oturmuşsan, heç nə orada da paylaşmışam, skrində paylaşmışam. The Reach platformasında baş vermişdi. Bir qız paylaşım etmişdi maaş haqqında başqası və mən şərh yazmışdım o qızla. Və bir o tanımadığım oğlan gəlib şərh yazır ki, sən kimsən, nəçisən, nə, deyirəm sən nə lazımdır? Sən paylaşımın müəllifi deyilsən, paylaşımın haqqında söhbəti gedən adam deyilsən. Sənin yaxından uzaqdan əlaqən yoxdur. Başladı məni təhqir etməyə. Sən deyir 2000 manatlıq telefon götürmüsən, polisə sən üstü cəmaət polisə düşüb. Yəni elə bir şey yoxdur. Birincisi mənim 2000 manat hardan gəldi? İkincisi 200 manatlıq telefon qotur telefonum var. Allah qanı da, yəni tək olsun amma yox. Var da neqativ insanlar. Və sonra mən girdim Instagramda onun. Çünki The Reach platforması Instagramla birbaşa əlaqəlidir. Bilməyənlər deyim ki, Twitter kimi bir şeydir. The Reach platforması Instagram bənzədir. Və girdim bir moksuna baxanda gördüm ki, bu adam yay vaxtı mənə 3-4 dəfə yazıb. Hətta nömrəsini belə qoyub. Və mən görməmişəm digərləri bölməsinə düşüb. İnsanam da görməmişəm. Bu bir. İkincisi mənim borcum